Salam dostlar. Deməli bugün də gedirik kargoya mallarımızı götürməyə. Ayağımdakiler bu arada Tim'dandı. 8 manat almışdım deyəsən, səhv eləmirəmsəm və gəldik çatdıq. Və əslində 2 babıma götürmüşəm. Bilmədim part 2 çekim yoxsa indi baxacağıq vəziyyətə. Deməli, bağlamamızı başlayırıq açmağa. Bu arada bildirim ki, Xpargo'da artıq torbalar 20 qəpik olub. Başlayırıq dırnaqdan, açmıram və bu videoda gördüyünüz ayaqqabıdandır. Əgər kimsə də almaq fikri varsa, bu ayaqqabıdan ayağınız məsəl üçün 36-sa, 37 razmersə almanızı tövsiyə edirəm. Görünüşü ayaqda gözəl görünür. Mən hoşuma gəlir, daha sizi bilmirəm. Mənə cestlərlə kombinləmək üçün almışam. Bəyənirəm yəni. Qiymətinə görə süperdir. Keçək bu tapışqaya. Tapışqa da münasib qiymətə idi. Rahat idi. Bu da 36 razmer aldım, amma yəni ki razmer alın. Nə böyük alın, nə kiçik alın. Pis deyildi, material da pis deyildi və bu gözlər bunu 9 manat aldım mən. İçində yoxdur da. Fırça dəsti var. Sonra deməli baş bandı, qolçaqlar, üzə qulluq edəndə bu nə üçün, yumaq üçündürmü yoxsa pudru üçündürmü bilmirəm. Bilənlər yazar. Bunlar da tonali sürtmək üçün pomponlar, belə deyim, bu pudra vurmaq üçün vesaire vesaire. İçində dediyim kimi yox idi. 9 manata bu kadar şey, süper bir qiymət. Keyfiyyətdə normal, yəni qiymətə görə əla, bu qədər şeyin bu qiymət olmağı süper. Bəyəndim mən. Yəni qarşınıza çıxsa o qiymətə almanızı məsləhət görərdim. Yenidən qoyuruq torbasına ki, müştəriyə çatdırılacaq. Bu tipdən ikinci dəfə aldım. Həmin xanım birincinin öz ailəsi üçün almışdı. İkincisində bacısı üçün sifariş verdim. Hələ ki qaralma, bozulma şikayəti gəlməyib. Keçək, bunlar kabrolardır. Səhv eləmirəmsə Redmi A3 olmalıdır, səhv eləmirəmsə. Redmi A3 kabloydu. 4 manat 50 qəpiyə. Görünüşü qəşəng idi, yəni qiymətinə görə əla görünürdü. Burada o qiymətə bu cürə kablo mən görməmişəm, sizi bilmirəm. Burada ən ucuz kablolar 7 manatdan başlayır. Bu kabloda əslində şəkildə daha qəşəng görünürdü. Belə də normal kabloydu da. Bunu da 5 manata aldıq. Hətta 5 manatın yanında quyruğu da var idi. O da Samsung A52 üçün idi. Keçək paltarlara. Bu yubqadan ikinci dəfə də alıram. Amma ki razmeri düz gətirəmirik. Bu dəfə də yenidən qaytardım. Niyə? Qarşısında o olan tikiş yerindən ət görünürdü. Yəni tikişlərin ipləri sıx tikilməmişdi, belə deyim də, aralıydı. Ona görə geri qaytardıq. Bu da səhv eləmirəmsə kişi köynəyi idi. Bəlkə də deyib, bilən baxım. Dondu. Sadə, qara, əynə yapışan don. 12 manatla aldıq, səhv eləmirəmsə. Bu da kişi köynəyidir. Spandex, onu bildirmək istəyirəm ki, tərkibində spandex olan poliesterlə yanaşı spandex yazılan koftalar material çox yumuşaq, çox xoşa gələn olan material. Sintetikallığını deyəməm, amma xoşa gələn material olur. Yəni çox klyonkaya bənzəmir də bir sözlə. Bu paket burada qutardı. İndi keçək. Salam dostlar, keçdik part 2-yə. Burada videonun əvvəlində deyəcəm, abunə olmağı unutmuruq, like atmağı unutmuruq, yorum yazmağı unutmuruq və başlayırıq atmağa. Bundan bir dəfə vurdum. Aldığım adamın balaca gəldi. Biraz böyüyünü aldım bu dəfə.
İnşallah bu dəfə yaxşı olar. Bu 38 rəzmeridir. Gördüyünüz kimi 13 aldım deyəsən bu dəfə. Belə bir qiymət aldım. Keçən dəfə 16 almışdım. Bu dəfə 13 aldım. Bu nədir? Bu pendir. Həmişə aldığım penlərdir. Görmək burada belə göstərəcəm, açmayacağım. Bu dəfə fərqli rəngini vurdum. Demək kitabçası da əlcəkdir. Bu dəfə qara rəngini deyil də gümüşü rəngini vurdum. Gördüyünüz kimi qalan hər şey də gümüşüdür. Buran başlıqları. Amma o birlərdə o var idi ki, içində belə yerləşdirmələr olur, yerlər. Onlarda o var idi. Bunda elə promoya qoyublar, birbaşa qoyublar. Amma onların bu buran başlıqları fərqlidir. İnşallah ki, bu onlardan daha yaxşı ümid edirəm. Amma korobka eyni korobkadır yəni. 5 başlıq deyil kimin içində. Buna, bu mənim ilk sumkamdır. Görək cinsdən yaxından uzaqdan əlaqəsi varmı? 15 manat almışım, sonradan düşdü amma. Yəni 9 manata da ala bilərdim. Cinsindən kombinləməyə almışam. Gedim güzgüdə bir baxım, əlimdə cinsim var zaten. Biraz rəngləri uyuşmasa da biraz da bu ayaqqabı ilə düşdürüb almışam. Düşür bilmirəm, belə. Belə bana. Onun cins rəngi vurmuşdum, elə bu boz rənginə daha çox oxşuyur. Bəyəndim amma. İçinə də qoy baxaq. 15 manata dəyərmi? Məncə yox, dəyməz. Qutlar çox nazikdir. Aha, bu nədir belə? Mən adı bura yazmışdım, bunun burasına yazılıb. Bu bir müəllimənin öz şagirdlərinə hədiyyəsidir. Baxaq görək, üçü də bu şəkildə gəlibmi? Bu biri. Baxın, bunları özü gözləmişəm, indirimdən almışam. Bahalı şeylər idi, bu heç olmasa kılıqlarda buna da baxaq. Bu qızıl gül olmalıdır, görək burada hara yazılıb. Burada oca ora yoxdur, bura yazılıb ama görünmür. Qızıl gül bilmirəm, görürsünüz ya yox. Bu da belədir. Bunu da içinə hələ əlavə şey də qoyublar, zapaz da qoyublar. Hər yeri. O birində furkasını da çıxardıq. Belə. Bilirsiniz, mən bunları 6-7 manat arası işdə almışam. Görün bunun yanındayında. Bunun da bir fərqi bu klubdadır. Hərəsi bir mağazadan alınıb deyə fərqlidir. Bu da bu. Müəllimə öz şagirdləri üçün almışdı. Bu da o biri tayıdır. Baxaq. Hərəsi bir cürə gəlir. Bu daha qəşəng paketlənib və bu superdir. Hətta belə klubu da var. Hamısı bundan olsaydı lap yaxşı olardı, hədiyyə paketi. Bunun yazısı da qəşəngdir, yəni. Bəyəndim. Ən çox bunu bəyəndim. Bu da belə. Amma boz almış, boz yoxsa odur. Bəyəndim, qəşəng. Qiymətlərinə görə vəbşə əsl hədiyyəlik superdir. Yəni son zəng üçün ən gözəl hədiyyədir. Bu da tabii şey var ya, görək qırıq-mırıq deyil. Bunun pozanı haraydı? Deyim ki. Ha, yok xarab deyilmiş. Deyim, kanalımın adını yazacağım. Beğenildi mi? Beğenildi. Koyak yerine 4 manat 50 köpük kıymeti. İçinde nasıl kağıt kürüz de var. Bakar, görək ne var. Hatta kağızlar da var, gördüğünüz gibi. Sonra beğenmezsiniz. Bu da belə. Sonra bakaq. Torbanın da içi bitti. Görək bunların nədir. Mikrofonumuz geldi.
Şeyin yarısını bununla çəkəcəm, görün necə olacaq. Düzdür, yönünü bilmirəm hələ. Qoşulan yeri varmı? 2 dənə belə şey var. Ay, bilmirəm. Bunu bura taxdım. Yəqin ki, yandıran düyməsi olar da. Taxdı, nə taxmağa? Amma aha, yandı. İndi videodan sonra baxacağım, görüm səsim nətər çıxır. Telefona taxdım. Burada da telefonu taxılan yerdə şeydə qırmızı işıq yandı. Bu nədir? USB şnuru. İçində belə bir zaryadka üçün də USB şnuru var. İnşallah bundan sonra əgər xoşuma gəlsə, bütün videolara oturub tezdən səsləndirmə edəcəm. Nə vaxtı bugün gözləyirəm ki, bunlar gəlsin. Çəkdiyim videoların hamısını səsləndirim. Bu da bunlar. Qoy bunu da. Bu saat yaxanladı mikrofon. Çox maraqlıdır. Səsim necə gedir. Bu minnoş kasanoşkaların sahibi. Bu ikisi Həmid xanımındır. Qəşəngdir qızlar. Materialı, nə bilirəm, keyfiyyəti xoşuma gəldi. Bunu da qoyun belə. Amma qiymət 9 manat aldım deyirsən, səhv eləmirəmsə. Və donda gəlib, belə bir dondu. Emrazmer vurmuşuq. Xanım istəyir, amma əyninə boş olsun, görək o effekti ala bilmir. Bu da belə. Material sərin də, süngər qalın deyil. Düzü poliester də olsa sərinə oxşur, yəni yayda geyinə biləcək tiplədir. Və sonda görün. Dən kablo aldım, keçən dəfə düzgün gəlmədi. Sonra axtardım, yenə tapmadım. Axırı Pro versiyasını almışam, inşallah düz gələr, amma yekə yoxdur. Bəlkə də yekə olacaq, nə bilim ki. Hansı telefon? Honor X8 idi, nə idi? Honor Pad X8 lazımdır, mən Pro'sunu almışam. Yəni axtardım, o boydakı da onu tapmadım mən. Bu da bura qədər çox. Bugünlük bu qədər. Gələn görüşlər kimi sağ olun, salamat qalın. Abunə olub, like atmayı, yorum yazmayı unutmuruq. Sağ olun.